Tovuzun Mollalar kəndinə, indi yox, yəni ümumiyyətlə sürət nöqteyi nəzərdən Tovuzun Mollalar kəndinə və o kəndin də yerdə bir neçə problemi var. Söhbət gedir qazdan, işıqdan, yoldan gedir və bütün bunların hamısı elə bir həddə gəlib çatıb ki, kənd sakinləri başlayırlar etiraz etməyə. Bizim çəkiliş komandamız söhbət Sübhanədən gedir. Əraziyə gedib, baxıb, çəkib. Nə görüb? Baxa bilərik. Tovuz rayonunun ən ucqar kəndlərindən biri Mollalar kəndidir. Burada yaşayan sakinlər bizə yazdı ki, vəziyyətimiz çox ağırdır. Mavi yanacağa həsrət qalmışıq, yollarımız isə bərbad gündədir. Bir neçə ailə buradan köçüb gedib, amma qalanlar isə görürsünüz ki, bu insanlardır. Bunlar öz əziyyətlərindən danışacaq. Dəfələrlə müraciət olunsa da qurumlara, rayon icra hakimiyyətinə deyir, bizim səsimizə səs verən yoxdur. Mollalar kəndində Əliyev İmran Məhəmməd Hüseynoğlu. Burada anadan olmuşam, bura vətəndaşıyam. Deməli, 2016-dan qat çəkilib, bax bu Qədiri kəndindən, bax bu da oradan 150 metr buradır. 2016-dan çəkilib, odun da gəlir 800 manata çıxır. Hər adam da alamır, aylığımız yox, donluğumuz yox. Ağac da kəsmək olmaz deyir. Burada da, bax, ocaq keçdi, öyə girmək olmur. Qara baxırsın, sələm qar indi əriyir. Burada el olur 40 sant, 50 sant qar olur. Bizim bir işıqlandırarsınız, bizi də Azərbaycan vətəndaşıyıq. Biz dəfələrlə müraciət elədiyimizə baxmayaraq, bizə yaxşı yaman sözlər deyirlər. Deyir, sizin kəndə qaz bəlkə də hələ olmadı. Yəni o deməkdir ki, biz köçməliyik burada. Qasımov Vahid Sağoğlu, 3-cü qrup əlil. Kənd eyni bir kənddir. Məntəqəsi yox, məktəbi yox. Burada qardaşın birinə qaz çəkilib, birinə çəkilmir. 24 ailə, 4 ailəyə çəkildi, 20 ailə qaldı. Müraciət elədik, yolu düzət gəldilər, yolu çürüdülər, palçığı doldurdular, yola çıxdılar, getdilər. Nə qazımız var, nə yolumuz var. İki uşaq atasıyam, biz də istəyirik, bizim də qazımız olsun. Bizim kəndin dərdi çox böyükdür. Ən başlıcası da 3 dərdimiz var. Biri bu yoldur, biri yanacağımızdır, biri də elektrik enerjidir. Demək olar ki, bizdə günüzü heç bir elektrik işlədicisi işləmir. Bəlkə bizə bir gün ağlayasınız. Bizim günümüz çox vəziyyətimiz ağırdır. Gördüyünüz kimi, bura kəndin tam ortasıdır. Buradan belə 24-30 ev var, yaşayış üçün. Qaz xətti bax bura qədər çəkilib. Çox yolu bərbad, mavi yanacağa həsrət insanlar və elektrik enerjisinə. Demək olar ki, unudulan bir kənd.